Tofiq Yağublu'nun növbəti məhkəmə prosesi keçirildi. Saat 3'te başlayan, 15 radelerinde başlayan məhkəmə prosesi saat 18:00'da bitti. Çekebilir ya, vermeye meyce yok. Azadlık ləngiyə rica. Ben onu arkadayım mıyım? Sabah 10:30'a təyin edirlər. Yəni Sabah? yox, növbəti dəfədən. Ha. Yaxşı. Deməli, bu gün hökm oxuna bilmədi. Çünki Tofiq Yağublu faktiki özü məhkəməni təxirə saldı. Çünki son sözü 2 saatdan artıq oldu. Artıq məhkəməyə üçün ayrılan vaxt başa çatdı. Amma Tofiq Yağublu'nun son sözü başa çatmadı. Ona görə də deməli məhkəmə prosesi bir həftə sonraya təyin olundu. 12 mart 10:30-a təyin olundu. Bugün Tofiq Yağublu öz son sözündə daha sistemli şəkildə bu cinayət işini başdan ayağa ifşa elədi. Onu deyim ki, Tofiq bəy çox ciddi bir son söz hazırlayıb. Yəni əslində təbii ki, məqsəd müdafiə olunmaq deyil, onsuz da bu məhkəmədən ədalət gözlənilmir. Amma faktiki bir kitab yazıb. Kitab yazıb və ona qarşı olan bu prosesi tamamilə ifşa eləyib və onun əsasında da deməli son sözünü təqribən 2 saat yarım bugün oxudu. Növbəti ardını da növbəti məhkəmə iclasında oxuyacaq. Mən onun detalları haqqında çox danışmayacağım, çünki yəqin ki, kitab kimi çap olunacaq o son söz. İnternetdə geniş yayılacaq. Amma 2 detalı vurğulamaq istəyirəm. Təsəvvür eləyəsiniz qanunsuzluğun həddini. 1. Məlum oldu ki, Tofiq Yağublu'nu şərləyən zaman, onun evinə pul qoyub götürüb, bu cinayət işi ilə bağlı şərləyən zaman onun evindən bir dəftər götürüblər. Deməli, Tofiq bəyin həyat yoldaşının ailənin mühasibatı ilə bağlı yazdığı dəftər. Və o dəftərdən çox aydın şəkildə görünür ki, deməli, ailənin həmişə borcu olub, vaxtaşırı bu dəftər nəyə həsr olunub? Hansı borc ödənildi, hansı qaldı? Təsəvvür eləyin. Yəni, həyatını bütövlükdə mübarizəyə həsr eləmiş. Bu insan elə bir şəffaf bir həyat yaşayıb ki, həmişə borcu içində yaşayıb. Və indi belə bir adama ittiham irəli sürürlər ki, o güya saxta sənəd düzəltməklə deməli 25.000 avro və 10.000 manatı dələduzluq yolu ilə ələ keçirdi. Bunun özü bir dələduzluqdur. Tofiq Yağublu'ya qarşı belə bir ittihamın irəli sürülməsinin özü deməli bir dələduzluqdur. Yaxşı, mən imkan verməyəcəm ki, sizi o mənim məhkəməmdə olduğu kimi deməli dağıtsınlar, zorakılıq olsun. Nədən ibarətdir məsələ? Deməli, məhkəmənin prosesində çalışırlar ki, başa vursunlar. İndi qarşı durma yaratmaq istəyirlər, həbslər həyata keçirmək istəyirlər. Ona görə də mən hesab edirəm ki, bugünkü prosesi yekunlaşdıra bilərik. 12 martda məhkəmə prosesi davam eləyəcək. Biz də bu barədə danışacağıq və hər zaman da ifşa eləyəcəyik ki, Tofiq Yağublu heç bir cinayət törətməyib, Tofiq Yağublu qanunsuz şəkildə şərlənərək həbs olunub. Digər bilirsən də tez danışmalısın. Məncə bıraxın. Çok üzüldüm bir de. Bir de. Məncə hazır. Bugün məhkəmə prosesi
2 dəqiqə vaxt ver, tərkiləyək də 2 dəqiqə. Bax görürsün, Tofiq Yaqubluya dələduz deyirlər, dələduz deyirlər. Bugün bu dələduzun müdafiəsi üçün görürsünüz də nə qədər adam toplaşır. Bugün bu hakimiyyətin nümayəndələri, polislər ona görə narahatdır ki, Tofiq Yaqublu müdafiə üçün bu qədər adam gəlir. Tofiq Yaqublu günahsız tutulmuş şəhərlənir. Sakin, Son sözü. Tofiq Yaqublu bugün məhkəmə prosesi 3 il təyin olsa da 4'ün yarısında başladı. Tofiq Yaqublu son sözünü dedi və bitmədi son sözü. Hakim Elnur Nuriyev dəfələrlə məhkəmədə çalışdı ki, güya ittihamdan kənar çıxış edir Tofiq Yaqublu və çalışırdı ki, tez son sözünü yekunlaşdırsın və hökmü elan eləsin, tələsirdi buna görə və Tofiq Yaqublu da buna imkan vermədi. Gəl. Buna imkan vermədi. Ben kendine bana bir şey olar. Bir kırarım yine. Ya bunda adam öldürme. Abi yardım yazarsın. Siz yere içeri gel. Allah yazarsın. Gedin. Birinden sana sizi kırarım. Doğrayarım. Amin. Gelin bir soru sanısı. Birinden sana sizi kırarım. Gedin. Çok heyecan. Micar. Ve. Gel. Ha orada da gel. Gel burada da gel. Burada ne sevdiği? Hanımlar haklı yere içeri kapan bunlar. Görürsünüz də necə narahatdılar. Bir Tofiq Yaqublu dələduz deyirlər və bu dələduza görə necə narahatdılar ki, bir dələduzun məhkəməsi keçirir və bu qədər polis narahatdır. Çünki İlham Əliyev qorxur Tofiq Yaqubluya dəstəkdən, onu müdafiə eləyənlərdən qorxur. Gel. Belə dəyərli izləyicilər, Tofiq Yaqublu məhkəmə prosesi keçirildi. Məhkəmədən sonra çıxışa icazə vermədilər. Belə dəyərli izləyicilər, bugünkü məhkəmə prosesi sona çatdı, lakin məhkəmədən çıxışları polislər qoymadılar, dağıtdılar. Növbəti məhkəmə prosesi 12 mart saat 10:30-a təyin olundu.
İzlediğiniz için teşekkür ederim. Kanalımıza abone olun. Belə değerli izleyiciler, canlı yayını bağlayıram. İzlediğiniz için teşekkür ederim. Sağ olun. Danışa bilərsən, canlı yayın dedim. Bak, Abla hiç düşmedi. neler baş verdi? Heç nə, hər zaman olduğu kimi Tofiq bəy məhkəməsindən sonra Əli bəyə müsahibəsi oldu. Çox təəssüf ki, polis müdaxiləsi hər zamanki kimi polis müdaxiləsi oldu. Yəni qoymadılar danışalar. Bu nədir? Bu valla bunu başa açmaq olmur. Bu heç bir necə deyirlər, qanuna sığmır. Özlərin bu dərəcədə biabır eləmək mənə elə gəlir ki, bu heç bir qanuna sığan bir şey deyil. Çox biabırçılıq, çox biabırçılıq. Sivil qaydada Əli bəyin hər zaman olduğu kimi müsahibəsi, Nigar xanımın müsahibəsi bunlar özləri yəni bu xalqı necə deyirlər, bu özlərinin etdiyi qanunsuzluqlardır bu xalqı bu vəziyyətə çatdırır. Hələ bir cəmaatı şərləyirlər. Heç bir şey əsas olmadan 10 il iş verirlər. İş istəyir hakim bundan. Deməli bu qaydada da bunun Tofiq bəyin izdihamlı məhkəməsinin qarşısına yığışanlara da müdaxilə edirlər. Əlbəttə ki, bu hamısı qorxunun yəni nəticəsidir ki, qorxurlar ki, xalqın yəni belə bir Tofiq bəy kimi bir şərəfli, ləyaqətli insanın məhkəməsi önünə gəlməyi bunlara təbii ki, yer edir. Saxlanılan oldu mu? Bəli. Saxlanılan oldu mu? Yox, saxlanılan hələ ki məlumat yoxdur, amma müdaxilələr indiyi kimi müdaxilələr var. İndi hələ bilmirik, indi yəqin ki, Siz nə deyə bilərsiniz müəllim? Ben dediğim her şey Allah'a şükür karşısındadır. Tofiq bəy məhkəmə iclasından sonra əhalini təşkil eləməyə qoymadı ondan sonra nətər deyim. Bu hakimiyyət qorxur ki, Tofiq bəy sevərlər hal-hazırda bu çıxışdan sonra yürüyüş eləyə bilərlər. Ona görə də ehtiyat eləyirlər. Problem deyil onlar. Bizim o resim şeyləri vermə. Belə değerli izleyiciler, izlediğiniz için bir daha tekrar edirəm. Sağ olun. Kanalımıza abone olun, paylaşın.